Mən şeydən deyirəm ki, dünənlər dənizdə gəlmə batdı, sən deyirsən ki, İmam Hüseyin Kərbəlada öldü. Düz gəlmir axı bunlar. Dünən bu nömrəyə gün ərzində 800 zəng gəlib. O həmin günlər ki, mən günə 4 dənə, 5 dənə məclisə gedirdim. Bir var deyirsən ki, can, bir var deyirsən can. Kəramətdir də, kəramət Facebook üçün, like üçün yaşayan adamdır. Geçsinlər özlərinə, hələlik öz problemlərlə məşğul olsunlar. Özlərini tam düzəldəndən sonra geçsinlər meyxanaya. Bir insan ki, özü səhvdir, mühiti, öz cəmiyyətində problemlər var, onun mənə nə işi var? 30 il ailə qurduğum adamdan belə bir hərəkət çıxır ki, desin, yəni mən bununla ailə qurmuşam. O qədər yazıçılar var ki, avaradılar. O qədər yazıçılar var ki, bekar adamlardır. O qədər yazıçılar var ki, düşüncə tərzi sıfırdan aşağıdır. Geçsinlər özlərinə, hələlik öz problemlərlə məşğul olsunlar. Özlərini tam düzəldəndən sonra geçsinlər meyxanaya. Bir insan ki, özü səhvdir, öz mühiti, öz cəmiyyətində problemlər var, onun mənə nə işi var? Kəramət tam bekar adamdır, yəni. Kəramətdir də, kəramət Facebook üçün, like üçün yaşayan adamdır. Ona görə bir dəfə zəng elədilər mənə dedilər ki, Kəramət sənin haqqında da danışır. Kəramət deyir, filankəsin maşının təkəri məndən böyüdür. Filankəs neynəsin, geçsin narkotik satsın. Meyxana deyir də, indi bunun bacardığı budur. Bu demir ki, mən dahi Azərbaycan yazıcıyam, dahi Azərbaycan şairiyam. Meyxana deyən çörəkdə bundan çıxır. Düşmüş meyxana üstünə, lab meyxana yığışdırdılar. Kəramət neynəcəksin? Görsən, ədəbiyyat düzələcək, gör milli folklor hamısı düzələcək. Bir də mani olan sizə meyxanadır. Git kitabı yazdı. Gör nə qədər bekar adamsan ki, bütün bu qədər problem, öz problem, git əsər yaz. Səndən sonra 50 ildən sonra deməyəcəklər ki, Kəramət meyxanadan danışdı. Deyəcəklər ki, Kəramət bir dənə səs romanı yazdı. Nəsə ildırımlı yollarla baletini yazdı. Məsələn də, sən kiməsə irad eləmək çox asan bir şeydir. Bir məsləhət verməkdir, bir də irad tutmaq. Çox asan bir şeydir. Öz üstündə çalış, ged işlərindən məşğul, düşürlər meyxana üstünə. Bir nəfər də var, yazıçılar birliyində işləyir. Ona mən şair demirəm. Bütün şairliyin kateqoriyaları var, dərəcə. Zəif bir yazardır. Adını çəkməyəcəm, xahiş edirəm, siz də çəkməyəm. Dostlarımızdan birində məhkəməyə verib. Meyxanaya da deyir Keyxana. Mən vəkillərim var, dedilər ki, hazırlayaq verək məhkəməyə. Dedim, baş qoşmağa dəyməz. İnsan kimi yaxşı insandır. Bir verilişdən sonra qaldıq üz-üzə, danışdıq 1-2-3 dəqiqə. 1-2-3 dəqiqə ərzində çox xoş təsir bağışladı. Və hətta mənə deyir ki, sən şeirlərin 2 dənə şeir oxumuşdum, orada 2 şeir demişdim. Şeirlərin yaxşıdır. Üstündən 2 gün keçəndən sonra çıxır bir verilişə, deyir ki, bir şeir deyən oğlan var ya. Şeir deyən oğlan, sən belə olmaz axı, sən 3 gün bunlarda ikimiz olanda mənə deyirdin şeirlərin yaxşıdır. Orada deyirsən şeir deyən oğlan. İndi bu yazıçılar da belə. Yazıçılar Birliyin 1200 üzvü var, 1200-dən çox üzvü var. Anar bəy də Yazıçılar İttifaqının sədrində deyib ki, meyxana deyənlər də bizim üzvümüz ola bilərlər. Bizdə insanın özünə dəyər vermirlər. İnsan əgər filologiya elmləri doktordursa, bilinmir necə alıb, nəyi müdafiə edib, doktorluq işi nə olub. Tarix üzrə fəlsəfədə, gəl, keç burada otur. İndi bir danışandan sonra görürsən ki, bu adam heç bilmir ki, bu Jan Nadaf kim olub. Bu adam heç
Misirdə qullar üsyanının mahiyyətini dərk eləmir. Bilmir nəyə görə olub. Baxırsan ki, fərzi odur. Hələ bizdə ada qiymət verirlər də. Yəni, keçən səfər bir verişdə bir nəfər deyir ki, filan kəs yazıçılar birliyinin üzvüdür. Bu indi böyük olsun da yazıçılar birliyi. İndi o da bir birlikdir də. Bunu dünya təsdiq eləməyib ki, dünya brendi deyil ki. Ancaq yazıçılarımızın arasında, yazıçılar birliyinin arasında elə şairlər var ki, qibtə ediləsi, yaxşı ədəbiyyatı, yüksək səviyyədə şeirləri, üzv olmayanlar da var ki, şeirlərinə qulaq asıram, şeirlərindən həzz alıram. Yəni, boş vaxtlarımda olan şeirlərinə qulaq asmaqdan həzz alıram. Yaxşı şairlər var, şairələr var. TikTokda bir səhifə var, kiçik şeirlərdir. Mən musiqidə qoşulurum, çox vaxt baxıram ona. Gözəl şeirlər var. Hələ bizdən əvvəlki dövrdə də, məsələn, Əli Kərimov ki, güclü şeirlər var, məsələn. Səhv eləmirəmsə bir ana şeiri var, gözəldir. Ramiz Rövşən biraz ruhumuza yaxındır. Adam var, Ramiz Rövşən, bu cavan modernist, postmodernist nəsil var. Onlar Ramiz Rövşən bəyənmirlər. Hərənin öz ruhu var da. Adam var ki, qara qız xoşlayır, adam var sarışın xoşlayır, əsmər xoşlayır. Mən blondin, adam var hündür boylu xoşlayır, adam var arıq xoşlayır. Hərənin bir zövqü var da. Söz, düzdür, bir dostumuz var deyir ki, söz zövq məsələsi deyil də, söz ağıl məsələsidir. Sözü gəlir, insan seçməlidir ki, bu yaxşı sözdür, bu pis sözdür. Ancaq sözün işlənməsi qaydası da var da. Söz elə işlənər ki, bir var deyəsən ki, can, bir var deyəsən can. Mən çox Həzrət Əlidən oxuyuram. O kişinin həyatı, o kişinin IQ-su çox yüksəkdir. Bir adama deyirlər ki, yoxlamaq üçün ata minən vaxtı deyirlər ki, yəni bir rəqəm deyilən ki, 1-dən 9-a qalıqsız bölünsün. Deyir ki, deməli, ayın günlərini vırın, həftənin günlərinə, onu da vırın ilin aylarının sayına. Alınan rəqəm 1-dən 9-a qədər qalıqsız bölünəcək. Hesablayırlar, belə bir şey var. Sonra bir başqa vaxtı bunu soruşurlar, yenə eyni sualı verirlər, başqa cavab verir. Bu adamın səviyyəsinə çatmaq üçün bir insan ki, həyatında, danışığında yoxlayıblar, yalan olmuyor. Bir insan deyib ki, mən göyün sirlərini, yerin sirlərindən daha yaxşı bilirəm. Bu biz nə deməkdir? Bunun ilhamla Allahdan olmasıdır. Mən Həzrət Əlini təbliğ eləmirəm. Çünki mən Həzrət Əlini təbliğ eləmək üçün çox kiçik adamım. Həzrət Əlini Allah sevib. Bir nəfər gətirirlər, 2 nəfər qadın gəlir. Həzrət Əlinin yanına deyir ki, birinin qucağında qız uşağı olur, birinin qucağında oğlan uşağı. Ərəblərdə oğlan uşağın anası olma, oğlan uşağın sahiblənmək şərəf sayılırdı. O da həmin dövrlərdə ikisi də iddia edir ki, oğlan uşağı mənimdir. Həzrət Əliyə sual edirlər. Həzrət Əli deyir ki, hər iki qadına eyni miqdar, eyni boyda qab verin və tapşırın ki, eyni miqdarda süd töksünlər o qabın içine, öz südlərindən töksünlər. Tökürlər, gətirirlər Həzrət Əlinin yanına, ölçür onları, çəkir onları. Biri ağır gəlir, eyni miqdardadır. Biri o birisindən ağır gəlir. Deyir, ağır gələn süd oğlan anasının südüdür.
sonradan elm, sonradan 1000 ildən sonra bilib ki, oğlan anası südü daha ağır olur qız anasının südünə görə. Belə adamdan oxuyuram mən. Düzdür, bədii ədəbiyyatdan da oxuyuram. İndi kimi dindirsən deyir, Kafka oxuyuram, Dostoyevski oxuyuram. İndi mən nə oldu oxuyuram. Mən istəmirəm ki, kitabı adam bekarsılıqdan oxusun. Adam gərək kitab oxumağa öz vaxtını ayırsın. Necə ki, yemək 1 saat vaxt ayırır. Halbuki yemək mənasız bir şeydir. Bir şey ki, ifraz olur, rədd doğru gedirsə, biz ona 1 saat, onu gətir, təndir çörəyi gətir, o belə yoxdur, biz belə adamlarıq. Nə bilim, paytaxt salatı gətir, o qutardı aş gətir, o qutardı tort gətir, dondurma gətir. Biz ona vaxt ayırırıq, günümüzün demirlər ki, 2 saat, 3 saat yeməyə vaxt ayırırıq, səhər gün orada, axşam, hələ bir gecə otururuq, biraz meyvə də yeyirik. Ancaq kitabı bekar olanda görsən, əlimizə düşəndə oxuyuruq, ancaq kitab üçün vaxt ayırmaq lazımdır. Məsələn, günümün saat 12-dən 1-in yarısına kimi. Alimlər hesablayırlar ki, bir işlə gün ərzində 18 dəqiqə mükəmməl məşğul olduğun o işi dünya əhalisinin 75%-dən yaxşı biləcəksən. Və bir də 100 gündən sonra o işi mükəmməl öyrənə bilərsən. Məsələn, ingilis dili, məsələn, bənalıq, məsələn, riyaziyyat. Ancaq mükəmməl məşğul olsan da 18 dəqiqən belə boş bekar oturmayasan. Sözün şahı ola bilməz. Sözdən yaxşı istifadə edənlər var, sözdən mükəmməl istifadə edənlər var və tamaşaçı söhbəti var. Müasir meyxananın tamaşaçısı zəifdir. Bir də görərsən ki, meyxana təzə başlayıb əl çalarlar. Əvvəl belə deyildi. Əvvəl gözləyirdi, söz qutarırdı. Nə dedin? Ona uyğun sənə ya başlarına jest edirdilər, ya çox yaxşı söz olanda, bir var yaxşı söz, bir də var çox yaxşı söz olanda əl çalırdılar. İndi yox, indi heç başlamamısan, qışqırırlar. Bir nəfər, bir dənə məsələ var, özüm belə dini qoruyuram, ancaq məsələdir də, deyir ki, bir gün molla yasda danışır, deyir, ay cəmaat, bir gün İmam Hüseyin mindi ata, hamı başlayır, ağlamağa, deyir, bir diyanında, bəlkə bu evə gedir. Nə oldu be? İndi bir gözləyin, rəhmətliyinə versin. Bəlkə elə bu axırda çaşacaq, bəlkə elə bu axırda söyləyəcəksin, bəlkə elə bu axırda elə bir axmaq söz deyəcək. Nəyə qışqırırsınız? Ona görə də xaos olan yerdə inkişaf ola bilməz. Sən insanı biraz tanıya bilərsən, öyrənə bilməzsən. Çünki biliyorsun ki 30 il ailə qurduğun adamdan belə bir hərəkət çıxır ki, deyirsən, yəni mən bununla ailə qurmuşum. 40 il ailə olanlar ayrılırlar. Bu və ya digər səbəblərdən bilinmir, nə oldu, nə olmadı. Meyxana ged-gedə təkmilləşib gözəlləşməlidir. Ancaq meyxana öz ləzzətini, öz formasını saxlamalıdır. Yəni, bugün oturmuşuq, buradan kişmişdən deyirik, kameradan deyirik, özü elə deyirik ki, orada gülüş olsun, təbəssüm olsun, yumor olsun, bazarsın, satir olsun. Yoxsa ki, mən şeydən deyirəm ki, dünənlər dənizdə gəlmə batdı, sən deyirsən ki, İmam Hüseyin Kərbəlada öldü. Düz gəlmir axı bunlar. Dini meyxana da ola bilər. Bir toyda, məsələn, zövqə uyğun, tamaşaçıya uyğun
bir qafiyə deyəsən. Çünki dində pis bir şey yoxdur. Yəni əsl dində, yəni Allahu Ekber deyib ki, baş kəsənlərdə yox. Əsl dində, əsl yəni biz sülhə, əmin-amanlığa, insanlığa, ədalətə, ləyaqətə, səxavətə səsləyən dində pis bir şey yoxdur. Ondan bir, necə deyərlər, bir qafiyə demək olar. Necə ki, elmdən deyirsən, necə ki, bazarsan, riyaziyyatdan deyirsən, necə ki, hər bir sahədə futboldan deyirsən, dindən də deyirsən, ziyanı olmaz. Bir qal. Ancaq qafiyanın ortasında durasan sən, Həzrəti Əlidən deyirsən, o da düz gəlmir də, yəni. Kim ki, görür ki, meydanda boşluq var, gəlir Sumqayıda, görür ki, buna əl çalan yoxdur, deyir, Polad Həkimovdan, deyir, cəmaat əl çalmaz. Dinən, gözəldir, təbliğatdır, elə kişiləri, elə insanlara təbliğ eləmək lazımdır. Ancaq niyyət, bütün əməllər niyyətə bağlıdır. Sən bilirsən ki, bunun niyyəti o deyil də, bunun niyyəti əl çalmaqsındır. Dindən də, dini bəndlərdən də çoxları ona görə istifadə edirlər. Yəni, tamaşaçının alqışını qazanmaq üçün. Evimizin ətrafında dükanlar vardı, mağazada. Birində idman ayaqqabılar satılır, birində su satırlar, birində məktəb geyimləri satırlar. Hamı bilir ki, dəqiq harda nədir də. Əgər sən tütün məmulatı lazımdırsa, gedib meyvə dükanına niyə girsən? Xoşun gəlmini qulaq asma. Onun da öz publikası var, çörəyinə uyğun, öz publikasını qazanır. İndi gəlib oğurluq eləsə, altına yazdılar ki, ay ya, meyxanasını deyək də, gör nə deyək biz. O qədər dedi, bezdi, getdi, oğurluq elədi. Bugün, məsələn, mən pikdəyəmsə, hamı mənə tərifləyəcək. Bugün biraz düşün, sabah düşün, hamı cəmaat üzdəndə. Vaxtı ilə bu telefona, bu telefon olmasın, indi başqa telefon olsun da, bu biraz vaxtı ilə bu nömrəyə gün ərzində 800 zəng gəlib. O həmin günlər ki, mən günə 4-dən, 5-dən məclisə gedirdim. 800-700. Günə burada 2 dənə WhatsApp vardı. Hərəsinə 500-600 mesaj gəlirdi. Vaxtı ilə olub ki, otururdum belə evdə, zəng gəlirdi ki, necəsən şahir, nə var, nə yox? Bilirdim ki, yanında 3-4 nəfər adam var, mənə münasibəti olduğunu sübut eləmək üçün zəng edir mənə. Dedim, çox sağ ol, qardaş, qulluğundayam, mən bilirəm də, bunun niyyəti nədir, mənə zəng eləməkdə məqsəd nədir. İndi həmin adamların 95% yoxdur. Yəni, şükür Allaha ki, yoxdur. Bilirik ki, kim nəyə görə yanımızdadır. Yəni, yanımızda kim varsa Allah canı sağ eləsin. Elə insanlar var ki, maddiyyata görə yanımızdadır. Elə insanlar var ki, adımıza rüfət nasosunu istəyirlər. Ancaq mən rüfət nasosunu istəyən nə istəmirəm. Allah canını sağ eləsin. Ancaq rüfət nasosunu olduğuma görə yanımda olanlara Allah canını sağ eləsin. Ancaq Rüfət Kərimov kimi yanımda olanlara canım qurban verərəm. Mən bilirəm ki, sabah mən meyxanadan da geçsəm, müəyyən adamlar var ki, yenə mənə əlaqəni kəsməyəcəklər. Kriyosnates Xasadası filmində birinci hissənin, Xasadası birin axırında oğlu ilə söhbət edəndə deyir ki, mən həmişə istəmişəm ki, desinlər ki, senator Corleone, məsələn, nazir Corleone, belə də mən də həmişə istəmişəm ki, desinlər ki, akademik Rüfət Kərimov, nə bilim, nazir Rüfət Kərimov, nə bilim, alim Rüfət Kərimov, tarix elmləri doktoru Rüfət, buyurun, söz verilir tarix elmləri doktoru. Məndən sonra 4-dən, 5-dən kitab qalsın. Mən onu istəmişəm. Düzdür, belə də meyxana ilə də xalqa ziyanlı tərəflərim də olub, pis nümunə olan tərəflərim də olub. İndi onlara baxa bilmirəm.
utanıram baxanda, yəni bu mənəm. Ona görə də bəzi meyxana deyənlərə məsləhətim odur ki, elə meyxana deyin ki, elə sənətə elə təbliğ edin ki, 5 ildən, 10 ildən sonra həyatı tam dərk edəndə ondan utanmayasınız. İndi ən böyük məqsədlərimdən odur ki, müəyyən şeirlərin dərsliklərə düşsün. Ömrün qabaqda olan hissəsi az qalıb, arxada olan hissəsi çoxdur. Təəssüf ki, biz ömrümüzdən, həyatımızdan yaxşı istifadə edə bilməmişik. An etibarilə anın qədrini bilməmişik. Ona görə xoşbəxt anlarımız az olub. Biz ancaq özümüz üçün yaşamışıq. O an üçün yaşamışıq. O həmin, düzdür, həmin an bir yaşadığın anda xoşbəxt olursansa, o anın sonradan peşmançılığını çəkməyə dəyməz. Bu bir yanaşmadır. Bir yanaşma da odur ki, yaşadığın an sonradan sənə peşmançılıq gətirəcəksə, onu etməmək lazımdır. Fikirləşmək lazımdır. O öz bir bit məsələsi. İndi hərə bir cürdə, məsələn, bir şəkil çıxmışdı qabağıma, futbola baxırlar, hamı çəkir telefonla, bir nəfərsə baxır. O anın həzzini yaşayır da. Bunlar çəkirlər, sonradan o həzzini yaşamaq istəyirlər. Ancaq bu, o anın həzzini yaşamaq istəyir. Əslində gözəldir, əslində maraqlı bir şeydir. Hərənin baxış bucağı var. Bayağı necə, mahnı necə bayağı ola bilər? Bayağı deyil. Sadəcə olaraq zəif mahnı var, bəstəkar mahnılar var. Bəstəkarlar var ki, elə mahnılar yazıb ki, heç qulaq asmağa dəyməz. İndi bütün mahnılar tutmur ki. Hansı mahnı tutmur, olur bayağı. Deyirlər ki, 3 ildən sonra, 5 ildən sonra yaddan çıxacaq. Mən sizə deyim ki, o vaxt Mirzə Babayev Kəpənəyi oxuyanda gülüblər ona. Qaçdım sənin dalınızdan gördüm, Dübrayı çəkişdim Kəpənəyi mahnı var. İndi Kəpənəyi qulaq assan həzzadadan. Sonra ona Gülçiçəkdən alınca çox şirin bir şeydir də. Baxanda deyiblər ki, alamindir, bu nə kimi? Hər dövrdə bu problem olur. Hər dövrdə Almanı atdım xaralar, qaldı saralasa. Bu nə deməkdir? Bu bayaqlıq deyil. Pəncərədən daş gəlir, ay bəri, bax, bəri, bax. Xumar gözdən yaşayır. Bu bayaqlıq deyil. Biz yəni pəncərədən daş gəlir. Bu bayaqlıq deyil. Material da var ki, yerində dərk eləmirsən, sonradan qavrayırsan ondan. Biz uşaq vaxtı mənim Yalçın Zazadıdan zəhləm yerdi. Həmişə çıxanda efirə, konsert verəndə bir otağımız vardı. Gülürdü, Allah ölənlər üzrəmizə, atan da deyir ki, bəs üstündə qoyun qulaq asaq. Ancaq indi Yalçın Zazadıdan ifasında o incə belli, o Dədə Qorqud filmindən 100 dəfə yorulmadan qulaq asaram ona. Külbün başına soyunub çıxıb efirə. Belə, siz görmüsünüz ki, hansısa akademik girsin Facebook'da komment yazsın ki, Kəmalə Günəşli yaxşı oxumur. Komment yazanlar, onlar özdə bayağı adamlardır, bekarsılıqdır. İşdə müdür maaşını vermir, ona heç nə deyənmir, gəlir rüfədə deyir, bala əliyə deyir, Kəmalə Günəşliyə deyir. Özləri də hamısı Doğuşan bir zindanında olanlardır. Bir dənə mağaralarında şiir görmədim. Adamlar deyirsən ki, niyə yazmısan? Deyir, qızım yazıb, bir deyir, 4 nəfəri, bir deyir, telefon bayaqlar yoldaşımdaydı, bir deyir, xalamdaydı. Bir nəfər görmədi ki, desin ki, özüm yazmışam, yaxşı eləmişəm. Hamısı Doğuşanlardır. Ona görə o ki, qaldı bayağı məsələdə, bayağı nədir, nə bayağı? Xoşun gəlmir, qulaq asma. Deyirlər ki, efirləri buraxmaq lazımdır. Buraxma efirə. Dövlət kanalına buraxma. Dövlət kanalına çevir ASTV-yə. ASTV-də yoxdur da bayağı. Bax da ASTV-yə. Heç görmüsünüz reyting cədvəlində. Ya əlaçı verir ki, görmüsünüz reyting cədvəlində.
Ya şeydə atırlar, sosial şəbəkələrdə çıxır qabağa 500 nəfər, 300 nəfər. Ya baxar, ya baxmaya, ya like eləyə, ya eləmə. Mən bir dəfə görməmişəm ki, brain ringi kimsə paylaşsın. Götürsün, şey eləsin, repost eləsin. Ancaq repost elədiyən şeylər nədir? Filan kəs soyundu, filan kəs giyindi, filan kəs uçdu, filan kəs dəmir yedi, nə bilim, filan kəs mismara kəllə atdı, arvad boşandı, kişi şeylədi, arvadını, belə şeylərə qulaq asırlardı. Sonra da deyirlər bayağı. Sən bayağıya baxma, sən bayağıya tələbatın olmasan. Bizdə mənşur oldum var ha, azlar da dün yiyəcəklər, çor da dün yiyəcəklər, yaxşı, bizdə baxmırlar, nə oxuyur, bizdə baxırlar kim oxuyur. Oturur, məsələn, 4 dənə oğlan, 4 dənə qızla, sonra deyir ki, filan kəs, təzə mahnı çıxıb, oynama şıqıdım. Ay, kim oxuyur? Məsələn də, məsələn, Tarıkan, xoşbəy yaran, Tarıkan haradasan? O da deyir ki, məsələn də, məsələn, Əzbəyevdə, dur gəl filan yerə, durdu gəldi filan yerə. Budur da, sənə xoşbəy yarar ki, inkişafda gedirdi. Sənə xoşbəy gəlir, görürsən ki, buna tələbat var, bu sahədə addım atırsan, bu sahədə irəliləyirsən. Əməkdar artist vardı, muğam oxuyan, görür ki, çörək yoxdur, başladı bir dənə ara mahnısı oxumağa. Ondan sonra getdi toylara. Adını çəkmirəm, xanım deyən adını çəkmirəm. Dünün tarixin verilişində söhbət gedirdi. İndi gör ki, sənətə qiymət verən var. Kim gəlmişdi toya? Filan kəs. Filan kəsi qulaq asan yoxdur. Bir nəfər müğənni var, qızın toyuna getmişdi. Bir xalq artisti gəldi. Hamı yığıldı, ancaq belə çəkirlər. Otur qulaq as da buna da. Bu YouTube'da var da. Nədir, bilirsən nəyə görə eləyirlər buna? Yəni, mən filan kəs olan toydaydım.